Sabahınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Hər birinizi xoş gördük mənim əzizlərim. Artıq möhtəşəm idman tədbirinə, idman yarışına sayılı günlər qalıb, 36 gün qalıb və bizim alov festivallarımız davam eləyir. Ölkəmizi gəzir. Bu alov məşəlimiz bütün bizim bölgələrimizi gəzməkdə davam eləyir və elə sizli bizli dünyanın bir çox yerlərində müxtəlif yarışların şahidi olmuşuq. Bu yarışlar zamanı ümumiyyətlə bu idman yarışları təkcə deyək ki, paytaxtı əhatə edir. Çox hallarda hətta idman sarayının özünü belə əhatə edir. Amma Azərbaycanda bu belə deyil. Azərbaycanda bütün ölkəni əhatə edir bu birinci Avropa oyunlarına qalan ki günlər var. Bu günlər ərzində əhatə eləyəcək və inanın ki, bu bir milli bayrama çevrilib artıq. Yəni artıq bütün hər kəsin sözü, söhbəti bu barədədir. Biz də Lider Televiziyasının Səhər Çağı proqramının əməkdaşları özümüzə borc bilirik ki, yeniliklər barəsində məlumatlandıraq sizi, neçə gün qaldı, bugün hansı rayondadılar, sabah hansı bölgəyə səfər eləyəcəklər, bütün bunlardan xəbər tutasınız. Elə buna görə bu səhər belə məsləhətləşdik ki, bizim qonaqlarımız bütün sözü, söhbəti bu barədə olsun və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan Samaya xanımı dəvət etmişik proqramımıza. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Və əzizlərim, ikinci bizim qonağımız Gündüz Abdullayevdir. Gündüz Abdullayev taekvondo üzrə Neftçi İdman İctimai Birliyinin baş məşqçisidir. Həmçinin əməkdar məşqçisidir. Gündüz müəllim, xoş gəlmişsiniz, sabahınız xeyir. Və bu gənc bizim yeniyetmə oğlumuz isə Əliyev Ələsgərdir. Yeniyetmələr üzrə Avropa çempionudur əzizlərim. Hər biriniz xoş gəlmişsiniz. Sabah-sabah xoş gördük sizi. Belə deyim, Samaya xanım, artıq siz də idmançıların cərgəsindəsiniz. Demək olar ki, yəni istəsək də, istəməsək də mən ilk növbədə sizi salamlayıram. Sabahınız xeyir olsun. Səhər tezləndən o qədər maşallah belə şən əhval-ruhiyyədəsiz ki, o qədər dinamiksiz ki, biz də istər-istəməz o cür olmalıyıq. Başqa variantı yox. Çox gözəl. Və mən tamaşaçıları salamlayıram. Bizi səhər tezdən izləyənləri, hər kəsə uğurlu gün arzulayıram. Təbii ki, idmançılar mütəmadi olaraq onlarla ünsiyyətdə olursa, ümumiyyətlə bizim nazirlik onunla çox yaxşıdır ki, onunla digərlərindən fərqlənir ki, həm gənclər sahəsini əhatə edir, həm idman sahəsini əhatə edir. Gənclər də bilirsiniz ki, kreativ, yaradıcı, daim dinamik, aktiv, idmançılar da ki, maşallah. Nə var onlarda var? Onların əhatəsində olmaq xoşdur. Xoşdur, təbii xoşdur. İdmançılarla ümumiyyətlə mütəmadi olaraq ünsiyyətdə olmaq, onların belə demək olarsa qələbələrinə sevinmək, onların qalibiyyətlərinə sevinmək xoşdur təbii, çox xoşdur. Çox gözəl. Siz necəsiniz? Çox sağ olun. İlk növbədə sabahınız xeyir. Bütün tamaşaçıları, sizin verilişini izləyənlərin hamısını salamlayıram. Şükür Allah, hazırlaşırıq. Yəni o cür möhtəşəm bir qarşıda idman tədbirimiz gəlib. Halbuki həmin tədbiri, inanırsınız, neçə illər ərzində biz müxtəlif olimpiya oyunlarında iştirak eləmişik. Bəli. Həqiqətən də o olimpiya oyunlarında iştirak elədiyimiz zaman müəyyən bir hisslər keçirdirdik. Amma bir zamanlar düşünməzdik ki, artıq bu belə bir tədbir Azərbaycanda, öz doğma vətənimizdə keçiriləcək. Ümumi hal-hazırda deyirsiniz 38 gün, səhvim 36 gün qalıb. 36 gün günlər azalır. Qalmasına baxmayaraq, amma mən bir şey qeyd edərdim ki, məsəl üçün biz olimpiya oyunlarında başqa yay olimpiya oyunlarında iştirak edəndə orada keçirilmə yerlərinə baxanda şəhərdən biraz kənar. Və Samaya xanım yəni təsdiq edir. Elə ancaq gətirib tikintilərin və yaxud da ki, hazırlığın lap son mərhələsinə gəlib. Bəzən elə olurdu ki, getdiyimiz yerdə tikintilərlə davam edirdi. Yəni tam bitməmiş. Amma bugünkü gündə baxanda artıq Azərbaycanın bütün əhalisi, Bakının bütün əhalisi halbuki indidən oyunları hiss edir. Hamı hazırdır. Qonaq qəbul eləməyə hamı hazır. Hətta hər kəs evində qonaqları qəbul eləməyə hazırdır. Əslində niyə də yox? Ümumiyyətlə dünyada belə bir təcrübə var ki, əgər hər kəs öz evini belə demək olarsa
istəyirsə təbii ki, insanın özündən asılıdır, ev yiyəsinin özündən asılıdır, kirayə verir. Bir də baxsınız, məsələn, saytlara girəndə görürsən ki, məsələn, evlər var ki, hətta dəyişmə də olur. Yəni, niyə bizim də indi, maşallah, bu cür gözəl otellərimiz var, bu cür gözəl imkanlar var, yəni qonaq evlərimiz var, amma təbii ki, elə o əhalinin özünün o qonaqpərvərliyi, insanların o gülərüzlüyü, mehribanlığı, səmimiyyəti, yəni elə bu gələn qonaqlara bəsdir ki, bizim Azərbaycan xalqının, Azərbaycanımızın nə qədər qonaqpərvər, nə qədər istiqamlı xalq olduğunu görsün. Hətta mənim yadımdadır ki, biz öyrəşmişik axı, məsələn, deyək ki, sən mənim cəm gəl gedək mənim qonağımı. Yox, buraxmaram. Bu gecə bizdə qalmaq. Bu gecə bizdə, bu vaxtlara gedərlər deyirsə. O vaxt yadımdadır ki, Eurovision mahnı festivalı zamanı o vaxtı bizdə könüllülərlə iş gedəndə, hətta ilk dəfə onda könüllülərlə iş elə bizim nazirlik tərəfində qoyuldu və onda könüllülərə biz deyirdik ki, bax, unutmayın, əcnəbilərin yanaşması biraz fərqlidir. Yəni, siz əcnəbiyə Azərbaycanda kimi tutub qolundan deyə bilməzsiniz ki, vallah getməsən küsərəm, bax, inciyərəm. Yəni, belə şeyləməyin, onlar onu tamam fərqli şəkildə qəbul edirlərdi. Ona görə evinizə çalışın, aparmayın. Yəni, müəyyən həqiqətən onlara belə instruksiyalar verirdik ki, verin, hə, yəni bəzi şeylərə fikir verin də adam özü də xaricə gedəndə bunları görür ki, bəzən xaricdə deyəndə ki, oturursan yemək yeməyə, doğrudan da psixologiya fərqlidir axı və sən yemək yediyin məqamda evə kiraya yaşayırsınız da, tələbələrsiniz. Biri gələndə sən ona deyəndə ki, gəl ye də, deyir, mən niyə sən yeməklə yeməliyim? Məsələn, həqiqətən elə də deyirlər. Amma mənə deyirsən ki, axı sən özünə yemək pişirənə qədər vaxt gedəcək, açsan, gəl oturaq bir yerdə yeyib, siz necə yeyirlər? Belə şübhəli yeyirlər ki, həqiqətən mən onun dəfələrlə özüm də şahidi olmuşam ki, niyə yeməyini mənə təklif elədi? Yəni, təbii ki, hamısı yox, amma böyük əksəriyyəti elədi. İndi təbii ki, bizim xalqın bu qonaqpərvərliyi... Sözsüz ki, amma mənə elə gəlir ki, artıq o Eurovisiondan xeyli müddət keçib və Azərbaycan dəfələrlə möhtəşəm dünyavi tədbirlərə imza attığına görə o qədər xaricilər Azərbaycana gəlib ki, artıq bizim o xasiyyətimizi, xarakterimizi öyrəniblər. Deyirlər də. Sən mənim canım, gedək bizə gedəcək. Deyirlər də, xaricə gedəndə, xaricilər gələndə deyirlər ki, biz bilirik, siz yaxşı qonaqlıqlar verirsiniz, biz bilirik, qonaq aparırsınız, yaxşı sizin yeməkləriniz var, odur ki, böyük məmnuniyyətlə bu ölkəyə gəlirik. Ona görə könüllülər səfərbər olmaqla dəyər və xaricilərə özümüzün qonaqpərvərliyimizi göstərməyinə doğrudan da dəyər. Və hörmətli tamaşaçılarımız, səhər çağında səhər mən çox gözəl bir insanı dəvət etmək istəyirəm. Bizim Lider televiziyasının xüsusilə səhər çağının ən yaxın dostlarından biri olan Zaur qardaşım gəlib, xoş gəlib, səfa gətir və gözəl bir mahnısı ilə salamlayacaq bizi. Mənzərəli Bakıma bax, bu yolları, küçələri çıraq-çıraq, mən qürurla meydanlarda hey gedirəm, bu şəhərdə yaşamaqla fəxr edirəm. Mən qürurla meydanlarda hey gedirəm, bu şəhərdə yaşamaqla fəxr edirəm. Şəhərimdir Bakım mənim.
üzərində naxışlar var. Keçmişlərdən baxan neçə baxışlar var. Bakı mənim qəlb sevincim, qəlb ahımdır. Bakı mənim bugünümdür, sabahımdır. Bakı mənim qəlb sevincim, qəlb ahımdır. Bakı mənim bugünümdür, sabahımdır. Eşkim burada, sevgim burada. Bir ışıqlı səhərimdir Bakım mənim. Fəvvarələr şəhərimdir Bakım mənim. Bir ışıqlı səhərimdir Bakım mənim. Fəvvarələr şəhərimdir Bakım mənim. Nurlu gözəl səhərimdir Bakım mənim. Fəvvarələr şəhərimdir Bakım mənim. Teşekkür Zaur. Çox sağ ol, minnətdaram ifana görə. Sabahın xeyir olsun. Xoş gəlmisən Zaur. Əhvalın necədir səhər-səhər? Çox yaxşıdır. Yaxşısanmı? Hava çox gözəldir. Əsl sevgi havasıdır, hə? Sevgi, bəli, sevgi. Sevgi havasıdır. Və hörmətli tamaşaçılarımız, sözsüz ki, bu möhtəşəm idman yarışı haqqında bütün dünyanın mediası artıq xəbərlər yaymaqda davam eləyir. Hələ xəbərlərin görün ardı necə olacaq. Və gəlin indi Samaya xanımdan öyrənək görə ümumiyyətlə neçə ölkənin mediası buna cəlb olunub, ümumiyyətlə Azərbaycana dəvət olunan media işçiləri, artıq çox nümayəndələr gəliblər və gəlməkdə davam edirlər. Yox, mən sizə belə deyim də, yəni hələ var iki belə hissəyə bölsək əgər bu mətbuatla olan işi, var oyunlar öncəsi Bakı 2015 Avropa oyunları ilə bağlı məlumatlar almaq üçün, müxtəlif məqalələr yazmaq üçün gələn jurnalistlər, onların sayı həddən ziyadə çoxdur. Çünki tək halda da gələnlər var, qrup şəklində də gələnlər var. Məsələn, elə təqribən bir ay bundan öncə, elə bu 2 ay ərzində Türkiyədən bir qrup jurnalistimiz oldu, Rusiyadan böyük bir qrup jurnalist oldu, İsraildən çox böyük bir qrup jurnalist oldu. Təxminən 1-2-3 həftə bundan öncə CNN telekanalı Bakıdaydı, London bürosu Bakıdaydı. Yəni, gələnlər çoxdur, həddən ziyadə. İstər İngiltərə olsun, istər yəni dünyanın müxtəlif ölkələrindən həqiqətən gələn jurnalistlərin sayı çoxdur. Və biri də var, oyunlar zamanı gələcək jurnalistlərin akreditasiyasının aparılması və çox sevindirici hal ondan ibarətdir ki, oyunlara maraq göstərən jurnalistlərin sayı həddən ziyadə çoxdur və dünyanın hardasa bir 53-54 ölkəsindən 850-dən artıq beynəlxalq jurnalist bizə bu oyunlarda iştirak üçün müraciət eləyib. Və ümumilikdə hardasa 1400-dən artıq jurnalist bizə müraciət eləyib. 1400-dən artıq jurnalist müraciət eləyib ki, bu oyunları işıqlandırmaq üçün. Çox gözəl, amma çox gözəl. Amma artıq aprel ayının 6-sında bizdə akreditasiyanın vaxtı bitdi və yavaş-yavaş artıq jurnalistlərin, belə demək olarsa, qeydiyyata alınması gedir və onlar qısa müddət ərzində hissə-hissə başlayacaqlar öz akreditasiya kağızlarını almağa. 1400-dən artıq jurnalist, bu deməkdir ki, 1400-dən artıq Azərbaycan haqqında məqalə əzizlərim. Hal-hazırda reklamların zamanıdır. Keçid alaq, izləyək reklamlarımızı.
Əzizlərim, biz Bakı 2015 birinci Avropa oyunları haqqında danışırıq. Onu da deyim ki, təkcə dünya mətbuatı deyil, elə bizim respublikamızın mətbuatı da bütün yazılarında dərc eləyir. Baxın, elə İki Sahil qəzetinin özündə də bir neçə səhifəsi məhz elə bu idman oyunlarına həsr olunub. Hətta burada belə deyək, Əli müəllimin, Əli Əhmədovun, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli müəllimin çox yaxşı bir fikri dərc olunub başlıq kimi. Avropa oyunlarının tarixi yazılarkən bu oyunların əsasının Azərbaycanda qoyulduğu xüsusi qeyd olunacaq. Yaxşı cümlədir. Əslində böyük həqiqət var burada. Və onu da qeyd edim ki, bizim Lider televiziyasının daimi tamaşaçıları İki Sahil qəzetinin bildiyiniz kimi son səhifəsində bizim televiziyanın proqramları dərc olunub. Alırsınız, oxuyursunuz və bilirsiniz ki, hansı proqramlarımızda hansı qonaqlarımız dəvət olunacaq. Necə ki, bugün bizim proqramımıza da həmçinin bizim taekvondoçularımız dəvət alıb. Gündüz müəllim, sizdə vəziyyət necədir? Görürəm masamızın üzərində bizim bu gəncimizin deyəsən medalları da düzmüsünüz ora. Olar mı götürmək? Tamaşaçılara göstərə bilərikmi? Taekvondoçularımız hazırdır bu oyuna? Bəli, hələ ki hazırlıq gedir. Mən qeyd edirəm. Çünki hələ dünənləri səhv eləmirəmsə biz danışanda bizim artıq bu gün idmançılarımız səhər tezdən dünya çempionatına yollanıblar. Yəni mən fürsətdən istifadə edərdim. Həm orada milli yığma komandamızın içində bizim artıq 4 neftçini təmsil edən idmançımız var. O cümlədən də o biri idmançılara da uğurlar arzu edirəm. Və onların bu dünya çempionatında çıxışlarından artıq asılıdır ki, Azərbaycanı məhz Bakıda keçən Avropa oyunlarında kimlər təmsil edəcək? O çıxışdan asılı olacaq. O çıxışdan asılıdır. Çünki bildiyiniz kimi, bayaq Samaya xanıma da dedim mən, taekvondo biraz başqa olimpiya növlərindən fərqli olaraq ən gəncidir. Yəni, belə deyək ki, 2000-ci ildə bu rəsmi olaraq Avropa Olimpiya idman oyunu, olimpiyadaya daxil olmuşdur. Salınıb. Və belə deyək ki, gənc idman növüdür və burada da müəyyən başqa növlər, mən çünki heç bir idmanın çətinliyi yoxdur, asanlığı yoxdur, hamısı çətindir. Bütün idman növləri çətindir, amma taekvondoda mən deyərdim ki, bir haşiyə çıxardım ki, xüsusi bir çətinlik var. Nədir o? Nədir çətinlik? Çünki gənc idman növü olduğuna görə hələ də axtarışlar gedilir. Dünya Taekvondo Federasiyasında, ümumiyyətlə, bu idmanın inkişafına görə hələ də axtarışlar gedir. Çünki 2000-ci ildə biz artıq idmançılarımızı adi jiletlərlə, yəni orada qoruyucu jiletlər var və qoruyucu kasklar var. Adi jiletlərlə hazırladığımız halda, yəni orada hakim faktoru var idi. Hakimlər xal verirdilər, otururdular, müəyyən məsafədən xalları verirdilər. Amma bugünkü gündə o cür inkişaf gedib ki, artıq jiletlər elektron, kaska elektron, zərbəni jilet müəyyən edir. Hər bir çəkinin də özünün gücü var. Dəqiqdir. Dəqiqliyi söz yoxdur. Çünki ötürücü qurğu, yalnız hakimlər orada elə bir faktor, məsələn, son dünya çempionatı o formada, elə bir faktor ediblər ki, hakim faktoru, insan faktoru artıq üzdə olacaq. Əgər üzə olan zərbə varsa, hakim onda xal veriləcək. Bu da müəyyən bir çətinliklər yaradır. Çox çünki çətindir. elektron Ümumiyyətlə idman bir çox növlərində bəli, İdmançılar üzərində artıq məsuliyyət yaradır. məsuliyyətdən savayı o qədər dəqiqlik olmalıdır. Dəqiqlik olmalıdır. Çünki elektrondur. Bu vurduğun zərbəyə çıxa da bilər, çıxmaya da bilər. Yəni ki, bu belə bir faktorlarla biz məşqçilərin üzərinə də daim dəyişmək yox. Ümumiyyətlə, mən üzr istəyirəm, Gündüz müəllim də təsdiqləyə bilər, tekvandoda deyil, getdikcə idmanın digər növlərində də. Cüdoda da, güləşdə də yavaş-yavaş qaydalar dəyişilir və bəzən bu idmançı illərlə məşq eləyir, artıq bir sistemə öyrəşir, vərdişləri olur və birdən-birə məsələn olimpiyada öncəsimi, dünya çempionatları öncəsimi qaydalar dəyişiləndə bu həm idmançının təbii ki, psixologiyasına da təsir eləyir, onun məşq prosesinə də təsir eləyir, əslində çox çətindir təbii. Deməli, idmançıların işi o qədər də asan deyil, hörmətli tamaşaçılarımız. İdmançıların işi qat-qat çətindir. Və sizdən bir mahnı istəsək olarmı? Olar. Nəs idmançılarımızın şərəfinə, özü də taekvondoçuların şərəfinə olsun.
bekliyorum. Seviyorum seni zalim. Bir selam vermeden geçersin. Bilsen beni ne çok üzersin. Bekliyorum, bekliyorum, özlüyorum seni zalim. Gülüşününce kıvrak şensin. Bir selam vermeden geçersin. Bilsen beni ne çok üzersin. Bekliyorum, bekliyorum, seviyorum seni zalim. Seviyorum seni zalim. Seviyorum. Təşəkkür. Böyük sənətkarın repertuarından idi. Çox sağ ol Zahir. Çox sağ olun. Çox da gözəl ifa Mən edirsən də bu həmişə mahnını. çalışmışam hər dildə ifa edim, bütün dünya dillərində. Çünki bizim ölkəmizə qonaqlar gələndə Samay xanımgil də çox sağ olsunlar. Bütün o qurumlar hamı məni dəvət edir. Mən orada müxtəlif dillərdə ifa edirəm. Çünki sən Avropa təhsili görmüsən Çox sağ ol. və bizim ən çox sevdiyimiz ifaçılarımızdan, sənətçilərimizdən birisən, var olasan və belə mahnılara, bunlar mahnı deyil, bunlar əsərlərdir, şedevr əsərlərimizdir. Onlara müraciət etdiyin üçün təşəkkür edirik sizə. Mən burada qısa bir haşiyə çıxmaq istəyirəm, Samay xanım icazənizlə, yəni proqramımızın mövzusundan kənar olaraq. Ümumiyyətlə, bax, bugün burada əyləşən insanlar mənim üçün əzizdirlər. Deyim nə üçün? Samay xanım əziz ona görə ki, biz həmkarıq. Uzun illərin həmkarıyıq biz. Amma gündüzlə bizim, nədir bizi bağlayan, hörmətli tamaşaçılarımız? 1990-cı ildə gündüzlə mən Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissoru fakültəsinin özü də ilk dəfə açılan həmən bu fakültənin ilk tələbələri olmuşuq. Qocalmışıq, hörmətli tamaşaçılarımız. Mən deyim ki, bəlkə də bu, siz bunu bəzi idman ictimaiyyətində ilk də bu bir sirrim olaraq qalmışdı mənim. Qalmışdı. Mən açığı deyim, müəyyən bir kiçik bir çevrə bilirdi mənim incəsənəti bitirdiyimi və bu sahədə Televiziya rejissorluğu oldu. Məhz televiziya rejissorluğu, amma yəni çalışmışam ki, hər hansı bir sahəyə keçimsə o sahənin necə deyərlər? Professionalı, peşəkarı olum. Və nə dərəcədə məsələn layiq olmuşam deyə bilmərəm, bunu əlbəttə ki, idman ictimaiyyəti deyə bilər, amma bugünkü gündə əməkdar məşqçi olmağım, uzun illər milli yığma komandada baş məşqçi olmağım, hal-hazırda Neftçi İdman İctimai Birliyinin baş məşqçisi olmağım, yəqin ki, müəyyən bir şeylərdən xəbər verə bilər. Amma mən ilk növbədə həqiqətən də bu Nuranə sizinlə
bizim Vüqar Bəliyev idi. Bəli. 5 nəfər idi orada. Yavrum, Mahirə, bəli. Bunlarla bir yerdə oxuduğumuz o müddət həqiqətən də düzdür, başqa sahəyə keçdi, amma bu illər mənə çox kömək oldu. Çünki idmana da məhz yaradıcı cəhətdən baxmaq məncə idmanda yox idi bu. Yəni müəyyən bir zamandan sonra o incəsənətdə öyrəndiyim müəyyən bir şeyləri idmana keçirəndə çox böyük uğur əldə eləmək oldu. Aha, bu da bir sirdir. Bəli. Bəli, burada üzr istəyirəm bir dənə. Rejissorlar taekvondoya getmək istəsəz gedin, uğurlu idmançılarla vokalçıların, yəni peşəkar vokalçılardan danışıram, yəni dünya səviyyəsində. Ortaq çox şeylər var, yəni o nəfəsin alınıb, verilib və saxlanılması elə mütləq bir yerdədir. Yəni idmançılar necə onu saxlayırsa nəfəsi bərk, vokalistlər də, vokalçılar da elə saxlayır. Yəni idman özü də birinci sənətin bir növüdür, mən deyərdim. Çox gözəl bağlantılar var burada. Çox gözəl. Mən də oradan həqiqətən Gündüzün uğurlarına sevinirəm. Bütün idmançılarımızın uğurlarına sevinirik. Amma o mənim tələbəlik yoldaşım olduğuna görə onun uğurlarına mən 2 qat sevinirəm. Və sevinənlərdən biri də bizim baş rejissorumuz Mahir müəllimdir. Çünki Mahir müəllim də bizimlə bərabər qrup yoldaşı olmasaq da tələbəlik dostlarımızdan, yoldaşlarımızdan biridir. Bir kurs bizdən böyük oxuyur. Çox gözəl oldu. Bu haşiyəni çıxdım sizin üçün. Sirrini açdım ki, belə bizim əməkdar məşqçimiz sən demə ilk olaraq televiziya rejissoruymuş. Samaya xanım, vəziyyət necədir? Son durumlar necədir? Yəni ən yaxşı məlumatı sizdən ala bilərik. Doğru, düzgün məlumatı. Vəziyyət yaxşıdır. Doğrudan yaxşıdır. Ümumiyyətlə, ona görə yaxşıdır ki, biz Azərbaycan olaraq, Azərbaycan dövləti olaraq doğrudan tarixin ilk bayaqda siz çox gözəl qeyd ediniz. Elə qəzetdən tarixə ilk böyük bir imzanı atırıq Avropa oyunları ilə. Yəni əslində bu barədə çoxdan düşünülürdü. Amma bir məqam var idi da. Məqam da ondan ibarət idi ki, Patrick Hickey, yəni Avropa Olimpiya Komitəsinin prezidenti, ondan öncəki olan şəxslər, Thomas Bach, Dünya Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, ondan əvvəl Jacques Rou, hamısı istəyirdilər ki, Avropa oyunları keçirilsin. Amma o Avropa oyunlarının keçirilməsinin biraz uzadılmasında səbəb hər bir ölkə bunu 7 il ərzində keçirir axı. 7 il ərzində vaxt tələb olunur ki, bəli, bu hazırlıq prosesi aparılsın. Yəni, bu yenə 7 ilə qalsaydı, onda mən düşünürəm ki, bu hələ də düşünülməkdə və ya işlənilməkdə olan bir proses idi. Amma Azərbaycan ilk olaraq böyük bir öhdəçilik götürdü. Azərbaycan çox böyük bir məsuliyyətin altına girdi və 30 ay ərzində, cəmi 30 ay ərzində Avropa oyunlarını keçirtmək barədə öz qərarını verdi və dedi ki, bəli, mən qısa müddət ərzində ölkəmdə Avropa oyunlarını keçirə bilərəm. Və bildiyiniz kimi Avropa Oyunları Təşkilat Komitəsinin sədri, rəhbəri Mehriban xanım Əliyevadır, ölkənin birinci xanımı. Mehriban xanım və ölkənin başçısı təbii cənab prezident İlham Əliyev o qədər diqqətlə yanaşırlar ki, bu oyunlara. Mən hər dəfə bunu deyirəm, cənab prezident biz artıq Avropa oyunlarına 2012-ci ilin dekabr ayında bu barədə qərar verildi və o gündən cənab prezident belə bir şərt kəsdi və bu bir qərar kimi qəbul olundu ki, Avropa oyunları Olimpiya oyunları səviyyəsində keçirilməlidir. Və bu təbii ki, bizim tariximizə də yazılan ilk oyunlardır və idman tarixinə yazılan ilk oyunlardır. İşlər çox gözəl gedir. Özünüz də gördüyünüz kimi yeni obyektlər açılır yavaş-yavaş və sevindirici hal ondan ibarətdir ki, bəzi obyektlər, məsələn, Heydər Əliyev adına idman konsert kompleksi olsun, əl oyunları sarayı olsun. Yəni bunlar əvvəldən var idi, neçə illər idi var idi. Amma indi məsələn onların çox gözəl təmir olundu. Təmir olunandan sonra bəli, onlar təmir olundu və təmir olunandan sonra artıq istifadəyə verildi. Yeni obyektlərimiz açıldı. Atıcılıq mərkəzi əvvəldən var idi, amma yeniliklər əlavə olundu atıcılıq mərkəzinə. Su hovuzu mərkəzimiz o qədər gözəldir ki, həmişə bizə deyirdilər ki, niyə Bakıda 50 metrlik su hovuzu yoxdur? Artıq 50 metrlik su hovuzu var və özdə bütün dünya standartlarına cavab verən su hovuzudur. Su hovuzu açıldı, 68 minlik Olimpiya stadionu açıldı. Yəni indi qarşıda hələ bir neçə obyektin də açılışı nəzərdə tutulub. Olimpiya parkının açılması
açılışı nəzərdə tutulub və bir neçə obyekt təbii ki açılacaq və ən sevindirici hal ondan ibarətdir ki, bu obyektlərin hamısı oyunlar qutarandan sonra bizim xalqımıza qalacaq. Əsası da odur. Əsası budur. İdmançılarımıza qalacaq. Bəli, idmançılarımıza qalacaq, gənc nəslə qalacaq. Yəni onlar da gəlib bax bu obyektlərdə, bu idman zallarında məşq edə biləcəklər. Biz o vaxtı yadımdadır, Eurovision öncəsi Kristal Hall zalı tikiləndə çox adam soruşurdu ki, bax, Eurovision qurtardı, bax, o Kristal Hall nə olacaq? Amma görürsünüz, orada nə qədər konsertlər, nə qədər tədbirlər və bundan əlavə mən qeyd edim ki, elə Avropa oyunları zamanı bizim boks idman növüdür, taekvondodur. Bu günlərdə deyəsən, media nümayəndələri orada bir keçirtdilər, mütəmadi olaraq Bakı 2015 Avropa oyunlarının bu təşkilat komitəsi tərəfindən orada bizdə media bölümü var, böyük bir media bölümü var. Biz mütəmadi olaraq jurnalistlərə həmən bax bu idman qurğularını aparırıq. Bax elə Gündüz müəllim dedi, taekvondodur, boksdur. Yəni bu idman növləri bax elə Kristal Hallda keçiriləcək. Çox gözəl. O binaların siz adlarını çəkirsiniz. Onu deyəndə ümumiyyətlə bugün şəhərimizə Bakıya çıxanda görürsən ki, prospektlərimizlə gedirsən, böyük bir idman sarayı, böyük bir idman zalı. Mənim yadıma nə düşür? Ötən əsrin əvvəllərində neft milyonçularının Bakıda tikdirdikləri binalar. 100 il sonra da keçib, bugün o binalar öz möhtəşəmliyi ilə qalıb və Azərbaycanlılar olaraq biz o binalardan istifadə edirik. Necə ki, indən sonra bax, 100 ildən sonra istifadə olunacaq. Bilirsiniz, əslində bunu mən çox istəyərdim ki, hər kəs bilsin. Bu binaların, bax bu idman qurğularının bir çoxu heç də məhz Bakı 2015 Avropa oyunları üçün tikilməyib. Əslində onlar cənab prezident tərəfindən imzalanmış investisiya proqramı var da. O investisiya proqramına əvvəldən salınmış obyektlər idi. Əvvəldən tikiləcəkdir. Yəni Avropa oyunlarda keçirilsə də, keçirilməsəydi də bu obyektlər bizim xalqımız üçün tikiləcəkdir. Ən əsası odur. Və mən çox istəyərdim ki, Gündüz müəllim, icazənizlə biz Ələsgərdir, düzdür sizin adınız? Ələsgərlə tanış olaq. Ələsgər bizim yeniyetməmizdir, amma Gündüz müəllim qeyd etdi ki, o artıq yeniyetmələr arasında Avropa çempionudur. Ələsgər neçənci ildə olub bu? Hansı ölkədə olub, hansı şəhərdə olub? 2013-cü ildə Rumıniyanın Buxari şəhərində Avropa çempionatı keçirildi. Orada birinci yerə layiq görüldüm. Ondan qabaqda, yəni 2012-ci ildə yeniyetmələr arasında Respublika birincisi oldum. Hər-hazırda 2013-dən etibarən gənclər arasında çıxış edirəm və son Respublika çempionluğuna qalib oldum. Maşallah. Buxarestdə birinci yerin qalibi olanda rəqibin kim idi? Hansı ölkə idi? Yarım finalda ən əsas erməni idmançısı idi. Aha, Erməniyə qalib gəlmişsən. Amma mən sənin alnından gəlib öpəcəm indi, reklama çıxanda. Sonra kim idi? Finalda isə İspan idmançı idi. Yox, İspan da pis deyil. Uğurlar olsun sənə. Hal-hazırda reklamları zamanıdır əzizlərim. Keçid alaq reklamlara.
meşəl Arsun göydələr Gözləyirəm mən Nana 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 ağırlar Məni sevənlərin yığılar Danışaram ömrümün nağılını onlara Nana 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 ağırlar Kapı kapı gezer paylanar Bütün nağılların içinde nağılım var Nağıla bürünsün dünya Bitmesin sevgi nağılı Nana 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 ağırlar Beni sevenlerin yığılar Danışaram ömrümün nağılını onlara Nana 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 ağırlar Kapı kapı gezer paylanar Bütün nağılların içinde nağılım var Nağılım var Təşəkkür Zaur, təşəkkür edirik. Hörmətli tamaşaçılarımız, baxın artıq 2 Sahil qəzetində də yazılır ki, son günə 36 gün qalır. Bu 36 gündən sonra bütün bölgələrimizi gəzən bizim Avropa oyunlarımızın məşəli nəhayət paytaxtımıza, Bakıya gələcək və möhtəşəm bizim sarayımızda alovlanacaq ki, açılış mərasimi də elə həmən günə təsadüf olunacaq. Dünən artıq Sabirabadda Alov Festivalı keçirildi. Bütün Sabirabadlıları salamlayırıq buradan. Bilirik ki, dünən hamının üzündə, gözündə bir təbəssüm var idi. Amma mənə elə gəlir ki, bu Olimpiya, belə deyək, Avropa oyunlarının bu məşəli ki, yandırılan bölgələr ki var, ən gözəli Göyçayda olmalıdır. Deyil niyə? Çünki Göyçayda bilirsiniz ki, hər il möhtəşəm nar bayramları keçirilir. Və bizim birinci Avropa oyunlarının simvolunda da gördüyünüz kimi, baxın bizim fincanların da üzərində var. Əgər narın rəsmi varsa, deməli bu Göyçaylılar üçün 2 qat bayramdır. Deməli, nar bayramını onlar möhtəşəm qeyd ediblər ki. Bu bir ideya olaraq. Çox gözəl ideya idi. Nardır, yəni bu bizim bütün indi hal-hazırda o baxırsan ki, suvenirlər gətirirlər, hədiyyələr gətirirlər. Nar, hamısı nardandır. Yəni təbii ki, bu çox gözəldir, çox sevinirik. Siz düz qeyd elədiniz ki, yəni bu regionlarımız üçün də bir bayramdır. Çünki biri var ki, bunu ancaq Bakı hiss eləsin, Bakı əhalisi hiss eləsin. Amma bunu region əhalisi də hiss eləyəndə, region əhalisi də o məşhur idmançıların, məşhur simaların əllərində məşəl, o regiondan keçəndə, keçdiyini görəndə təbii ki, həm sevinirlər, həm qürur hissi keçirirlər. Ümumiyyətlə, mən deməliyəm ki, 60 regionumuzda bu məşəl 60 regionu əhatə edəcək. Onların 15-ində festival nəzərdə tutulub. Cəbhə bölgəsindən də keçəcəklər. Bəli, cəbhə bölgəsindən də keçəcək və onların 15-də festival. Amma Göyçayda nar festivalı olmayacaq. Yəni Göyçayda olmayacaq nəyə görə? Mən istədiyim, çünki Göyçayda nar festivalı oktyabr ayında olur və bu fəslədəki o fəsildən qalma narlar qalır. Ona görə də bu nar festivalı Göyçayda olmayacaq. Amma təbii ki, bu Göyçaylılar qürurla deyə bilərlər ki, bizim Göyçayın narı Bakı 2015-in simvoludur. Və ümumilikdə 5500 kilometri əhatə edir bu məşəl. Azərbaycanın 5500 kilometri əhatə edir və artıq minə yaxın hardasa məşəli daşıyan insanlar bu işə cəlb olunub və son müddət ərzində 15 mindən artıq insanlar bax bu məşəli seyr ediblər. Və məşəl bildiyiniz kimi cənab prezident ilk olaraq məşəli atəşgahdan götürdü. Çox gözəl bir mərasim hazırlanmışdı və ondan sonra artıq məşəlimiz getdi Naxçıvana və Naxçıvandan başladı yavaş-yavaş digər bölgələrə gəlməyə. Amma Bakıya o bir neçə gün oyunlardan bir neçə gün öncə gələcək. Çünki Bakıda oyunlardan bir neçə gün öncə məşəl
gələndən sonra proqramlar nəzərdə tutulub. Aha, sürprizdir bunlar. Yox, içəri şəhər günü nəzərdə tutulub və yaxud da Məhşəri günü nəzərdə tutulub. Yəni 2-3 gün bir-birinin ardınca 8-dən başlayaraq oyunlara qədər müxtəlif proqramlar, Məhşərə həsr olunan müxtəlif proqramlar olacaq ki, təbii ki, Bakı əhalisinə artıq bu barədə məlumatlar verilib, amma mütəmadi olaraq veriləcək ki, bunlar o ab-havanı daha yaxşı yaşasınlar. Paytaxtda hiss eləsinlər. Mənə elə gəlir ki, bu oyunlar müddətində düzdür, hər kəsin boynuna düşəcək bir iş var. Hər kəs də bu işləri canla başla yerinə yetirməyə hazırdır. Lap elə sıravi insanlardan, vətəndaşlardan tutmuş, ən məhsul vəzifəli şəxslərə qədər. Çünki bilirik ki, nə qədər könüllü insanlar özləri müraciət edirlər ki, 18 mindən artıq bizim alov qoruyanımız var, könüllümüz var. Yəni, bu bilirsiniz, o gənclərdə o qədər böyük həvəs var. Belə bir şey olub xarici ölkələrdə, məsəl üçün, könüllülər müraciət eləsinlər ki, biz... Əslində, könüllülük fəaliyyəti, mən belə deyim, könüllülük bəzən gənclər də deyirlər ki, mən gəldim, könüllü oldum, ondan mənə nə gəlir? Olur bəzən. Amma o könüllülüyün mahiyyətini biləndə gənclər o qədər böyük maraq göstərirlər və biz çox sevinirik ki, Avropa oyunlarında könüllülərin sayı, müraciət edən könüllülərin sayı o qədər çox idi. Ən azından bax bu Bakı 2015 Avropa oyunları qurtarandan sonra onlar müxtəlif əşrəfi ölkələrdən olan mütəxəssislərlə işləyəcəklər, qonaqlarla işləyəcəklər, dostlar tapacaqlar. Adi mən o bayaq qeyd elədim ki, yəni əslində bizim nazirliyimiz tərəfindən qoyulub da Azərbaycanda könüllülük fəaliyyəti və o vaxt Eurovision mahnı müsabiqəsində biz nə qədər 3000-dən artıq könüllü cəlb eləmişdik. İndiyə kimi yadımdadır ki, bizim nazirlikdə bir Günay xanım var, Rəhimova könüllülərlə o işləyirdi. Səhər saat 9-dan gecə saat neçəyə kimi bir-bir onları dindirirdi. Hansı dili bilirsən, bu qonaq gəlsə belə olsa neyin yərsən. Yəni onlar o oyun qurtarandan sonra, tədbir qurtarandan sonra nazirlik tərəfindən onlara sertifikatlar verilir. Yəni bilirsiniz o iş tapmalarında, fəallara, yox, bütün bizlə işləyən könüllülərin hamısını. Və ümumiyyətlə deməliyəm ki, bu könüllülər də bu demək olar ki, Bakı 2015 Avropa oyunlarının ayrılmaz hissəsidir. Bu çox vacib bir şeydir. Yəni mən o siz bayaq Məhşərdən danışdınız. Məhşərin də ən gözəl faktorlarından biri odur ki, Məhşər gəmi ilə də aparılacaq, metro ilə də aparılacaq, yerin üstü ilə, atlarla da bizim sürprizlər idi. Bunları bilmirdik. Bizim Qarabağ atları kimi tarixə, yəni çox dünya. Gözəl. Davam edəcəyik söhbətimizi. Çox maraqlı gedir söhbətimiz. Amma hal-hazırda Azərbaycanda və xaricdə baş verən ən son yeniliklərdən gəlin elə birgə xəbərdar olar. İzləyək Sada İnformasiya xidmətini. Bir daha sabahınız xeyirlərə açılsın, hörmətli tamaşaçılarımız. Lider televiziyasının səhər çağı proqramı ilə hər səhərini açan bizim daimi izləyicilərimiz. Bildiyiniz kimi bugünləri bizim proqramımızda söhbət nədən gedir əzizlərim? Son zamanlar ən çox nədən danışırıq? Bakıda keçiriləcək 1-ci Avropa oyunlarından. Və bilirəm ki, hər bir kəsi maraqlandıran bir məsələ var. Biletlərin qiyməti neçədir? Biletlər necə əldə olunmalıdır? Harada alınmalı? Bax, bu barədə Samay xanım bir məlumatlar verərdiniz. Biletləri
belə də yazılır, baku2015.com saytına girməklə oradan əldə edə bilərlər, onlayn ala bilərlər və eyni zamanda elə o sayta girəndə, çünki mən bilirəm ki, bəzən reklam xarakterli icazə vermirlər. Bizim partnyor olan, əməkdaşlıq elədiyimiz şirkətlər var ki, müəyyən alış-veriş mərkəzidir. Oradan da gedib ala bilərlər və ümumiyyətlə deməliyəm ki, mən hər kəs çox rahat şəkildə gəlib bu oyunlara, Avropa oyunlarını izləyə bilər. Çünki bizim biletlər 2 manat, 5 manat arasıdır. 2 manat, 5 manat. Bəli, açılış fərqlidir, bağlanış fərqlidir, amma oyunlara 2 manat, 5 manat və hətta 16 yaşına qədər olan insanlar şəxsiyyət vəsiqələri ilə pulsuz da keçə biləcək. Yeniyetmələr. Yeniyetmələr pulsuz da keçə bilər. 16. 16. Ələsgər pulsuz gələ biləcəkmi? Ələsgərin iyuna qədər yaşda dəyişiklik yoxdur ki. Xeyr, yox. Onda gələ bilər. Gələ biləcək. Bütün dostlarını yığıb gedirsən. Gələ bilər, yəni o çox, biz deyirik ki, yəni bilirsiniz, bizim üçün əsas məqsəd o deyil ki, biletlər alındı. Bizim üçün əsas məqsəd odur ki, insanlar gəlsinlər, insanlarda bir maraq olsun, insanlar bizim idmançıları azar ki, bilirsiniz, idmançı baxır efirə. Əgər idmançı efirə baxıb Bakı 2015 ilə bağlı hansısa bir negativ bir xəbər görürsə və yaxud da həyətə çıxıb eşidirsə ki, kimsə ona deyir ki, mənim nəyimə lazım idi bu oyunlar, idmançıda da bilirsiniz o əhval-ruhiyyəsinə mütləq təsir edir. Çünki o arenaya çıxan həmin o idmançıdır, milyonlarla insanın gözü qarşısında yarışacaq həmən idmançıdır və o idmançıya stimul lazımdır və mən çox istəyirəm ki, bizim xalqımız bu oyunlara gəlsinlər. Açılış mərasimi ümumiyyətlə möhtəşəm bir mərasim olacaq. Amma açıqlamırsınız da nələr olacaq orada? Mən deyimsə ki, yəni bu 2004-cü ildə Afina Olimpiya oyunlarının elə açılış mərasimi üzərində işləyən məşhur bir Yunandır. Dimitris adı, yəni odur, yəni o işləyir xüsusi olaraq. Təbii ki, orada sürprizlər var, onlara əfsuslar olsun ki, açılış mərasimi haqqında hələ heç nə deyə bilmərik, amma yavaş-yavaş təbii ki, müəyyən vaxt keçdikcə bu barədə də azacıq da olsa informasiya verəcəyik. Yəni, biletlərin qiymətləri haqqında danışdım və ən sevindirici hal ondan ibarətdir ki, artıq açılış mərasiminə 50%-dən çox biletlər alınıb. Aha, 50%-dən çox. Bəli, 50%-dən çox bilet alınıb və ümumilikdə bugünə kimi 100 mindən artıq bilet alınıb. Çox gözəl. Ümumilikdə 100 çox gözəl. Hələ bir aydan da artıq vaxt var. Hələ bir aydan da artıq vaxt var. Siz dediyiniz kimi 36 günümüz var və bu 36 gündə də bu əminəm ki, müxtəlif ölkələrdən gələn turistlərimiz də olacaq. Onlar da bilet alırlar. Çox maraqlı bir yarış olacaq, çox maraqlı oyunlar olacaq. İnşallah və mən bilirəm ki, bizim həmən o yarış salonlarında, zallarında, saraylarında bizim Azərbaycanlılarımızın, azarkeşlərin sayı çox olacaq. Nə qədər azarkeşin sayı çox olacaqsa, bir o qədər Azərbaycan bayraqları görünəcək. Bax, buna çalışmaq lazımdır. Bu arada, hörmətli tamaşaçılarımız, xüsusilə xanımlarımız ekran başına biraz yaxın əyləşin. Çünki mən hal-hazırda Eyşən müəllimi dəvət etmək istəyirəm ki, Eyşən müəllim gəlsin və aerobiklar haqqında sizə məlumat versin. Sabahınız xeyir Eyşən müəllim, xoş gəldiniz. Sabahınız xeyir Nuraniyə xanım, sabahınız xeyir hörmətli qonaqlar. Əziz xanımlar, artıq bildiyiniz kimi 6 ildir Azərbaycan bazarında sevə-sevə əldə etdiyiniz Rumba robot tostoranları sizin rəğbətinizi qazanmışdır. Bax, bu möhtəşəm robot, gördüyünüz kimi indi tumları xalçanın üzərində yığışdıran bu robot möhtəşəm bir korporasiya, iRobot korporasiyasının məhsuludur. iRobot nəzərinizə çatdırım ki, hər bir kosmik robotların istehsalı ilə məşğuldur və bu robotlar müxtəlif döyüş əməliyyatlarında iştirak edə bilir. Hər bir robotlar kosmos ki, aydındır, kosmosu fəth etmək üçün, orada müxtəlif analizlər aparmaq üçün istifadə olunur. Həmin robotlar mən çox istərdim ki, bir gün bizim sonuncu Qarabağ əməliyyatlarında iştirak etsin. İnşallah ki, mən bunun arzusundayım və heç bir mənfəət burada gülmək mənasında bunu demirəm. Mən bunu öyrənirəm, tədqiq edirəm. Əziz xanımlar, bax, Rumba robot tostoran miniatür dizaynə malikdir. Evinizin bir güşəsində quraşdırırsınız. Siz evdə olmasanız belə, siz çoxlarınız iş xanımlarısınız, evdə olmasanız belə avtomatik şəkildə işə düşür, mənzilinizi tam fərqli şəkildə, yəni adi bir güclü hesab etdiyiniz, çoxlu işıq udan, adi tostorandan fərqli olaraq daha gözəl şəkildə evinizi yığışdırır və dərindən təmizləyir. Və bunu sizin həvəsiniz olmur hər gün istifadə etmək üçün, tostoranla yığışdırmaq üçün. Bu isə avtomatik şəkildə özü yığışdırır tozları, tükləri, allergenləri. Hansı ki,
allergenlər, gizli düşmənlərimizdir. Onlar evinizin müxtəlif köşələrində gizləniblər. Onları Sağlamlığımızın toplamağın ən düşmənləridir. gözəl yolu bax bu Rumba robot toz soranlardır. Növbəti bizim Elə ki robotumuz siz gəlir. evinizi toz soranla yığışdırdınız. Bəli. Rumba sizin evinizi yığışdırdı. Bir delikat yığışdırmaya da ehtiyac olur bu zaman. İndiyə qədər analarımız, bacılarımız pol ağacından, pol taxtasından istifadə edirdi. Bax bu Aydap texnologiyasının son nailiyyəti olan Brava. Bax bu North Star uldusunun vasitəsilə kənardan idarə olunur və mənzilinizdə heç bir nöqtəni unutmadan sakitcə öz işini görür. Səssiz. Onun ön konteynerində 170 qram su tutarı var. Həmin su tutarına adi kran suyunu biz əlavə edirik. Eyni zamanda bax aerobotun xüsusi enzimindən 2 qram da əlavə etsək, döşəməmizdəki mikrobları, stafilokok, exnokok və sair mikrobları məhv edər. Eləcə də evinizdə normal bir rütubət yaradar. Yəni Çox gözəl. tam quru olmaz evin yəni havası bir 40% heç olmasa Rütubəti rütubət saxlayacaq. olmalıdır. Skuba gəlir, hörmətli Əziz xanımlarımız, xanımlar, diqqətli digər olun. bir nəm yığışdırma cihazımız da var. Bundan öncə Scuba 390 vardı. Yəni siz istifadə edirsiniz evlərinizdə. Bu isə Scuba 450-dir, yeni modeldir. Onun da konteynerine 1 litr su əlavə olunur, adi kran suyu. Bir konteynerin digər gözünə çirkli su yığılır və suyu səpir. Bax bu enzimlə də yenə istifadə edirsiniz, yenə də mikrobları məhv eləyir. Siz evinizdə gözəl bir, yenə də bir mühit yaratmış olursunuz. Ləkələri altındakı fırçası vasitəsilə yığışdırır, aradan qaldırır. Keçək növbətiyə. Əziz xanımlar, sizinlə hər dəfə görüşümüzdə siz ehtiyac duyurdunuz ki, bizim pəncərəmini silmək üçün bir cihazımız da olsa yaxşı olardı. Amma siz bunu xəyal hesab edirdiniz. Bu xəyal gerçək oldu və biz Azərbaycana robot cihazını gətirdik. Bax bu robot gördüyünüz kimi pəncərənizi çox gözəl şəkildə, avtomatik şəkildə sizin müdaxiləniz olmadan silir. Əvvəlcə quru silirik, sonra nəm silirik, dəsmalı dəyişərək. Və pəncərəniz gözəl şəkildə silinir. Bax bu cihazda bildiyiniz kimi əlavə işçi qüvvəsini cəlb etmək və təhlükəli olan hündür yerlərdə pəncərənizi silmək üçün çox əlverişlidir, çox gözəl şəkildə istifadə edə bilərsiniz. Ən əsasına keçirik, bağ mövsümü yaxınlaşır. Əziz dostlar, bu dəfə müraciətim kişilərədir. Yəni, onların bağ mövsümündə hovuzu təmizləmək üçün bir problemləri vardır. Bunun üçün də yenə də işçi qüvvələri, yəni onun üçün xüsusi bir cihazlar var, gətirirlər. Hər dəfə məsrəf ödəyirlər, bir neçə nəfər gəlir. Bax, bundan da artıq sizin, bu problemi də həll etmiş olduq. iRobotun Miro 530 modeli. Bu cihazı əvvəlcə atırsınız suya, hovuzunuza, 15 dəqiqə ora qaldıqdan sonra kənarda bunun bir təmizlə komandası var. Orada da təmizlə komandası cleandir. O işə düşür, sizin hovuzunuzun divarlarında gəzir, dibinə hopur və bütün qumları, orada çöküntülər nə varsa o şəkildə yığışdırır ki, hətta yəni biz dünən də bunu denəmişik, stakana dökülüb içməli su rəngində olur. Əlbəttə ki, hovuzdakı su içməli deyildir. Gözəl. Təşəkkür edirik, amma son olaraq qısa bir vaxtımız burada deyək. Əziz dostlar, mən sizə Exen şirkətindən Power Steam, yəni pres ütüsünü təqdim edirəm. Bax, bu ütü cəryana qoşulduqdan bir neçə dəqiqə sonra par hazır olur. Bunun 1 litr sütumu var. Xüsusi parın köməkliyi ilə bu düymələrə basmaqla müxtəlif qolluqlar da var və siz bununla da öz paltarlarını, bütün paltarlarınızı və evinizdə ütüləyənəcək bütün hər bir şeyi ütüləyə bilərsiniz. Və Gül bayramı münasibəti ilə Gül kimi evlər kampaniyası davam edir, endirimlər davam edir. Buyurun, siz faydalanın bundan. Təşəkkürümüzü bildiririk, minnətdarlığımızı bildiririk və hörmətli tamaşaçılarımız, verilişimizin artıq son dəqiqələri yaxınlaşır və mən son olaraq Samaya xanım sizdən soruşmaq istəyirəm. Ümumiyyətlə, bizim əhalimiz, insanlarımız var, qonaqlar gələcək. Elə bilin ki, hər kəs öz evində bir qonaq qəbul edir. Bütünlükdə bütün xalqımız bu qonaqları qəbul edir. Hər kəs nə etməlidir? Bax, hər kəsi maraqlandıran bu sual da var. Mehriban olmalıdır. Aha. Güləriz olmalıdır. Yəni, bilirsiniz, gəlin səmimi deyək də, indi götürək, hərə öz evindən götürsün. Hər kəsin evinin içində problem ola bilər. Amma evə qonaq gələndə, deyir, evin sirri evdə qalır da. Evin sirri evdə qalır, bəli. Və biz həmişə çalışmışıq ki, qonağı gülər üzlə qarşılayaq, mehribançılıqla qarşılayaq və ümumiyyətlə bizim xalqın ən gözəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, həmişə
hər şeyi yüksək səviyyədə eləməyə çalışır. Və mən çox arzu edirəm ki, bizim bu idmançılarımızın qələbələri təbii ki, xalqımızı sevindirsin. Bu Bakı 2015 Avropa oyunlarında uğurlarımız bol olsun və mən xalqımızdan nə gözləyirəm, gəlsinlər, oyunları seyr eləsinlər, dəstək olsunlar bizim idmançılarımıza, dəstək olsunlar bütün bu əziyyəti keçən insanlara və ən azından, yəni bu Azərbaycanın qələbəsidir, Azərbaycanın böyük uğurudur. Tarixdə birinci olmaq heç də həmişə asan deyil və mən əminəm ki, Azərbaycan tarixdə birinci olmaqla yanaşı və eyni zamanda idman tarixində Avropa oyunları ilə ən seçilən ölkələrdən biri olacaq. İnşallah belə də olacaq və biz idmançılarımızdan, bax bugün Gündüz müəllim sizi bura dəvət etmişik. Əslində siz taekvondoçuları belə deyək burada təmsil edirsiniz, amma bütünlükdə idmançılarımızdan nə gözləyək? Qızıl medalları, gümüş medalları. Əlbəttə ki, biz məşqçilər ümumiyyətlə əgər bu sənətlə məşğulluqsa ən yüksəyini düşünüb, necə deyərlər, proqramlarımızı, məşqlərimizi, ümumi işimizi ən yüksək nəticəyə kökləyirik. Əlbəttə qızıl medallar. Əlbəttə ki, daha çox himnimizin səslənməsini gözləyirik. Amma əlbəttə bu asan yarış deyil. Yəni miqyası çox böyükdür. Yəni bura Avropanın bütün ulduzları gəlir. Əlbəttə ki, məhz elə burada birinci, ikinci, üçüncü yerlər qazanan idmançılar, mən deyərdim ki, təqdirə layiqdir. Yəni ki, zəhmətləri, çəkdiyi əziyyətlərinin bəhrəsidir. Amma mən ümumi bütün bu yarışlarda iştirak eləməyən gənc idmançıları, məsələn, büyünün gənci sabahın artıq böyüyüdür, böyük idmançısıdır. Mən onlara bir tövsiyəm olar, bir professional məşqçi kimi, əməkdar məşqçi kimi ki, yəni bizim gənclərimiz, idmançı gənclərimiz adətən böyük yarışları, professionalları pul xərcləyib, getməlidirlər xarici ölkələrə və layiq olmalıdırlar ora getməyə. Getməlidir ora, orada bir professional idmançıların çıxışlarına baxmalıdır, nəsə öyrənməlidir. Amma bugünkü gündə bu öz evlərindədir. Şərait yaradılıb. Gedin, baxın, gedin, baxın və gələcək yarışlarımıza, təcrübəmizi yığın. Və mən Çox qısa gözəl. deyim bilirəm, vaxt azdır. Ən qürur verici məqam odur ki, burada 20 idman növü Bakı 2015 Avropa oyunlarında olacaq. Onlardan 12-si Olimpiya, Rio de Janeiro'da keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazandırır. İnşallah mən inanıram ki, bu oyunlarda Azərbaycan üzü ağ çıxacaq və bizim evimizə, Azərbaycan bütünlükdə bizim evimizdir. Kimlər ki, qonaq gələcək bizdən 100% razı qayıdacaqlar. Son olaraq, hörmətli xanımlarımız, X-Lady mağazası diqqətinizə yeritmək istəyirəm. Əzizlərim, bütün bu yarışlara gedəndə gərək gözəl geyinəsiniz. Gözəl geyinmək üçün müraciət edə bilərsiniz X-Lady mağazasına. Xüsusilə Gülnarə xanıma dərin təşəkkürümü bildirəm. Özünüzdən müğayyət olun və biletləri də alıb yarışlara getməyi unutmayın əzizlərim. Sonda sizdən bir mahnı yenə rica eləyəcəm. Məxsusi olaraq bu yarışlarda iştirak edən idmançılarımız üçün. El bilir ki sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Min Qazaxdan köhlən ata,
yalmanına yata-yata, at qan tərə bata-bata, göy yaylaqlar belinə qalx, Kəpəz dağıdan göl-gölə bax.